Tak, devam edeyim. Bakın, açtım. 14 voltu. Tak. Направляющий пальцами. Alacak oldu. Yağladım. Tak. Bu yanını da açacağım. Buradan çekiliş yaparmaq əziyyətdir. Buradan öz minnətdarlığımı bildirirəm. Başqa blogerlər ki, izah edir. Həqiqətən izah eləmək, göstərmək belə əziyyətdir. Məsəl üçün bunu 2 dəqiqə özüm elədiyi zamanda izah eləyəndə görün nə qədər vaxt aparır. Bundan saxla, bundan elə. Bak. Bu tərəf açdıq. Belə bir botdur. Yan qaldı. Məncə bunu saxlamaq lazımdır. Burada da bir başqa diametri, amma açılmasa saxlayalım. Açılır. 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 Evet, bunu görürüm. Açılır. Bilmiyorum. Çekiliş ettiğime göre yoksa rahat her bir şey açılır. Böyle tutabilmem. Üçüncü yer yoktur. Tak. Aslında kimse çekiliş yaparsa bak bir şey sodur. Biz bunu çarptık. Malca koyduk yerine. Tak bizde emeği ayrıldı. İki hissiye. Bizə lazım olan budur. Əslində ideal. Bunu da bu baş silindirdə, əsas silindirdə gözəl olardı. Amma bu silindiri biz açsaq, içərisində əylək yağı töküləcək. Biz təzədən 2 nəfərin köməyi lazım olacaq ki, birinci onu təmizləyəndən sonra ya da bu proqramla da olar əslində. Nəsə havasını da buraxmalıyıq. Mən də avtomobilə Likimuli bahalı əylək yağı vurduğundan dəyməyəcəm. Bizdə onda problem yaşanır. Tak. Baxırıq ki, hələ ki heç nə deyil. Deməli belə. Burada rezinlər var. Bunları mən satışda görməmişəm. Həmişə ancaq ölü xanda zaten görmüşəm. Bilmirəm, bəlkə də var. Mənim başqa avtomobillərdə də başıma gəlib. Nədirsə sözüm ondadır ki, çalışın ocaq olmaz. Görün. Möhkəm gedib gəlir. Amma bir o qədər böyük bir problemdir. Hiss olunursun, məşğul olublar. Nə varsa dəyişənlər. Tak. Baxaq, mənim axım bilə neçənci ilində IQ şey olub. Made in Korea yok bilmiyorum. Bilmiyorum. Zavoddan IQ gəlir. Bunu mən çəkilişə stop edib çağırıb sizə izah edəcəm.